Herkese salam dostlar. Bugün sizlerle birlikte bu gördüğünüz hayata gezeceğiz. Bu arada Heyvanlar kanalına abone olmayı unutmayın dostlar. İlk önce gedək buradan başlayaq. Gedirik. Gördüğünüz gibi bura belə gördüğünüz gibi bura yem düzəldirik tavuklara. Burada güzel yemimiz var. Burada suyumuz. Burada da farklı yemler var. Böyle farklı yemler var. Sizinle yaponkanı göstereceğim. Bildiğiniz gibi bu yaponkanı paylaşmıştım. Böyle bir yaponkan. Burada bizim danalar var. Bilmem görülür. Yani görülür. Gördüğünüz gibi bizim danalardan buradadır. Ve başka yerlerde desək. Mesela dostlar gedək o taraflara, o yanlara. Bildiğiniz gibi təzə şey çəkmişəm. Alçanı. Alça da birazcık olmağa başlayıb. Balcı olsa da olub da. Bu da alçadır. Başka alçamız da var. Sadece ilk önce mayaltası olduğu için ilk önce mayaltası oldu da. Bu da var pətəyimiz. Belə. Keçdik diğer bölümlərə. Mesela şimdi buna girə bilmərəm, çox ar var. Hem de böyle otlar çoxdan olar, nizozda da ola bilər, o görə buna keçmək istəmirəm. Yani bildiğiniz kimi o yanlarda heç nə yoxdur. Burada belə gözəllik. Mən özümdə belə çiçəklərdən ötürü. Belə. İndi isə gəlin gedək başqa yerlərə gezək. Bu sarı çiçəklər hər tərəfdə açır da yəni. O dərəcədədir. Mən dostlar xarı bülbül yığmışdım. Xarı bülbül tapmışdım. Onları yığıb eve ayatmışam dostlar. Birazdan onu göstərərəm sizə. İndi haram gəzək. İlk öncə yeni bir bostan gedək. Bostanı çəkməmişdim. Gəlin indi bostanı indi çəkək. Bostanı çəkdikdən sonra ətraflı bir həyatımızdan danışacağım və ondan sonra da videomuzun sonuna gələcəyik. Gördüğünüz kimi burada bitkiləri sulamaq üçün, bitkilər deyəndə taşdım. Yəni buradakı şeyləri sulamaq üçün su qabı var məsələn, bu doludur məsələn. Sulaya bilərik bizdən, amma indirik lazım deyil. Burada lapatkalar falan var. Burada batok. Qapı. Dostlar, gördüyünüz kimi şüyüdlər. Belə, burada təzə şeylər geçmişik. Bu elə belə. Burada da dostlar şüyüdlər var belə. Şüyüd deyirəm, kişniş. Bir yəqin ki şüyüd deyil, tam bilmirəm. Belə. Burada çoxu var, təzə çoxu çəkir. Onlardır belə. Hələ olmayıb. Olanda sizinlə beraber çəkərik inşallah. Belə dostlar, burada da belə bunları qoymuşum. Burada nəsə əkirlər, elə bir ki. Bura əkdiyimiz şey gün vurmasın deyə, ya gün vuranda deyəsən biçim, yəni olmur da. Bu gün vurmasın deyə də bunu qoymuşuq dostlar. Bu da belə gün vurmasın deyə şey qoyublar. Burada nəsə əkirlər, sonra bu klyankanı bağlayırlar ki, gün vurmasın və burada əkdiyi şeylər bitsin. Burada bildiyiniz kimi bu nə idi?
Belə. Bunlar var. Yəni bildiyiniz kimi hər tərəfi bostanda, hər tərəfi əsmişik. Gülünüzdür. Belə. Burada səsə əsmişik. Dediyim kimi bu soğandır. Bu da çoxudur. Burada belə qəribə bitkilər var. Arasında ola bilər, ona görə çox öldürmək istəmirəm. Bu da belə dostlar. Deməli, indi bostanımızı da çəkdik, bitirdik. İndi isə həyətimizi ətraflı bir şəkildə çəkəcəm dostlar. Belə. Bu da sakitcənə hədimizi çəkəcəm. Deməli dostlar, bir videomuzun daha sonuna gəldik. Buna görə deyirəm ki, bu kanala abunə olmağı unutmayın. Bir də like atmağı unutmayın dostlar. Sağ olun. Başqa videoları çəkəcəm. Bizim videolarımızı izləməyi unutmayın dostlar. Sağ olun.